derdi yazan. Adımız Həsən Həsənovun oğlu Həsən bala. Salam elə, nə demək istəyirsən? Nəsə demək istəyirsən? Allah saxlasın. Heç haqqınızı danmaq mı olar? Bu derdi yazan sanmaq mı olar? Yaşadığı kənd Sarıoğlu mükəmmədə Yanmaq mı Tüm olar? Qabistanlıqda şəhərimizin arxasında məzarında Bizler yaşayan Allah Türkçədə Heç haqqınızı danmaq mı olar? Siz can verdiniz, bizler yaşayan Heç haqqınızı. Sarıoğlu Quzma kəndi şəhərimiz Həsən Həsənovun məzarı və Sarıoğlu Quzma kənd sakinləri 1-ci Qarabağ müharibəsində qəhrəmancasına şəhid olanların məzarları. Bizim qədim Allah şəhərimizdə bütün Şuşada şəhidlərimizə rəhmət yerləşdirirlər, etsin inşallah. televiziyada göstərir. Şahit deməkdir. Öz başına gələnlərin mələklər ondan Allahın icazəsi ilə soruşanda ki, ey şəhid, sən hansı səbəbdən bura gəldin? O başına gələnləri özü orada bir danışacaq. Örgədilməyəcək. Özü danışacaq. Şahiddir öz əməlinə, oraya gezməyinə. Mələklər deyərlər, ey şəhid, sən bir də dünyaya qayıtmaq istəyirsənmi? Onlar öz məkanların, məqamlarını gördüklərinə görə ahirətdə deyərlər ki, əgər bir də şəhid, təkrar şəhid olub gələcəksə, razı yox, gedər. Bu derdi yazan sanmaq mı olar? Odsuz bu kadar yanmaq mı olar? Siz can verdiniz, bizler yaşaya Heç haqqınızı danmaq mı olar? Bu derdi yazan sanmaq mı olar? Odsuz bu kadar yanmaq mı olar? Siz can verdiniz, bizler yaşayan Heç haqqınızı danmaq mı olar? Siz can verdiniz, bizler yaşayan Heç haqqınızı danmaq mı olar? Necə yardan danışım ki, birinin gəlmədi ya